Allah kabul etsin inşallah. Bu rahmet ayında Allah bizlere nasip edip Kur'an hakkında nazil olan hem ayeler hem de Hz. Peygamber Aleyhisselam'ın mübarek hadislerinden eşidək ve öğrenək. Necə ki Kur'an-ı Kerim buyurur: "Ve nunazzilu minel Kur'an ma huwa şefa'un ve rahmetun lil mu'minin." Biz Kur'an'ı nazil eləmişik ki, müminler için şafa ve rahmet olarak. Şafa ve rahmet arasında fark var. Bildiğimiz kimi şafa adeten hastalıklar, eyibler, nöqsanlar karşısında baş verer. İnsanın manevi ve ahlaki hastalıklarını tənzimləyər. Amma dikkat etsək, Allah Teala o şifaun kelimesinden sonra bir rahmetin sözünü işledir. Ve burada da ahlakla bağlı Kur'an terbiyesi hakkında Allah istəyir ki, öz bəndələrinə bir rahmet nazil eləsin ki, bunu da buyurur ki, insanın vücudun temizleme, yani eğer bir filosofların sözüyle dikkat etsek, şafa ve rahmetin farkı bundadır ki, birincisi tahliyedir, ikincisi ise tahliye. Kur'an-ı Kerim'de bir ayet var. Be'aydi seferedin kiramin berere. Bu ayenin tefsiri başka bir mövzudur. Burada ben bu ayəni təfsir etmək istəmirəm, fakat bir mətləbə gələcəm ki, o mətləbin üzərində istəyirəm bu ayənin haqqında bəzi məlumatı dərk edək. Bu ayədə Əbəsə surəsinin 15-ci və 16-cı ayəsində Allah Teala səfərətin kəlməsi işlədir. Səfərə kəlməsi pərdəni qaldırmaq mənasında işlənir. Buna göre de milletler, tayfalar ve devletler arasında münasibət get-gəlişi tənzim eləmək üçün görürsən ki, səfirlər göndərirlər. Həmin o səfirlər Qur'anda da buyurur ki, elə səfərətun, bu ərəbin kəlməsidir ki, bizim dildə də ona səfir deyirlər. Və yaxud da ki, bu ayədəki səfərətin sözü vəhiy gətirən və ayələri yazan mələklərə deyər. Məsəl üçün, kiramin bərərə ayədə gəlir. Kiram, yəni kərim sözünün cəmidir ki, burada da Allah Teala onları əziz, böyük, şərafətli və hörmətli mənasında işlədib ki, yəni həmin o səfirlər, bizim tərəfdən olan səfirlər kəramət əhlidirlər, ehtiramlıdırlar, hörmətlidirlər və şərafətlidirlər. İkinci bir kəlmə burada da Allah Teala buyurur, bərərə. Bərərənin də mənası budur ki, yəni bər sözündən götürülübdür ki, onun cəm formasıdır. Bunu geniş bir mənada işlədilibdir ki, məsəl üçün bir səhranın genişliyi, əhatəliyinə onun bər sözü işlədilir və deyilir. Həmsinin bər sözü ki, o bərərə sözünün cəm formasıdır. Xeyrxah insanlara da işlədilir həmin söz ki, məsəl üçün xeyir işlərlə məşğuldur filan, burada da o söz işlədilir. Yəni bu ayə aiddir, Allahın mələklərinə aiddir ki, buyurur ki, bizim mələklər, onlar çox, yəni bizim tərəfdən səfirdirlər, çox hörmətlidirlər və ehtiram sahibləridirlər. Bunu mən bu hədisi istəyirəm ki, dəqiq, müəyyən mənada başa düşək deyənə onu qeyd elədim. Əsas deyəcəyimiz hədis nədir? Eşidəcəyimiz hədis nədir? İmam Sadiq Aleyhisselam buyurur ki, hər kəs ki, Qur'an oxuya, Qur'an öyrənə, o
mömin cavandır. Şabun. Şabunun gözəl mənaları var. Gənclik, gənc yaşda olan, mübariz, özünə dəyər verən ki, dillə desək, əqidəsi düz. Əgər biz diqqət eləsək, Əshab-ı Kəhf surəsində olan o zalim padşahdan ki, qaçırlar, gedirlər mağaraya sığınırlar, həmin dövrün Dəqyanus padşahının müşavirləri olurlar. Allah Qur'an-ı Kərimdə onları şəab deyərək bildiribdir. Yəni şəab bu, o şəxsdir ki, dəyanətli, cavan, düşünən, hərəkət eləyən, mücahid, Qur'anı öyrənən. İmam Sadiq əleyhissalam buyurur ki, hər kəs ki, bu cürədir, şəab budur, o gərək Qur'anı öyrənsin, Qur'anı oxusun, Qur'an qiraəti eləsin. Həzrət buyurur ki, hər kəs bu cürə olsa, ixtələtal Qur'anu billəhmihi və dəmihi. Hər kəs şəab dövründə Qur'an oxuya, Həzrət buyurur ki, onun qanına və ətinə, ləhm, yəni ətə, Allah Teala onun ətinə və qanına Qur'anı qatışdırar, yoğurar onu ilə. Bizim dillə desək, deyir, onun canı nədir? Yoğrulubdur. Nə ilə? Qur'anla. İmam Sadiq əleyhissalam buyurur ki, hər kəs Qur'anı öyrənsə, həmin şəb, cavan vaxtında onun vücudun, ruhiyyəsin, canın, qanın, qəlbin Allah Qur'anla yoğuracaqdır. Yəni özü yoğurur ki, Allah ona yardım edəcək. Və Həzrət buyurur, Cəaləhullahu əzzə və cəllə məəs-səfərətil ikramil bərərə. Və fikir verin, həmin o ayə ki, dedim mən əvvəl, həmin kəlamlarda həmin ayədir. Və kənəl Qur'anu həcizən ənhu yevməl qiyamə. Həzrət buyurur ki, Allah necə ki o ayəni mən sizə oxudum, həmin ayə Əbəsə surəsinin 15-ci 16-cı ayəsini. Burada qeyd edilir. Həzrət buyurur ki, necə ki Qur'an buyurur, o səfirlər ki, yəni o mələklər ki, Allahın səfiridir, hörmətlidir, ehtiramlıdır, şərəflidir. Gör, Allah orada neçə dənə söz işlədibdir. Hər kəlamı, görsən, Kərim sözü işlədib, Bərər sözü işlədib. Yəni, bizim tərəfdən olan şərəfli mələklər, şərəfli elçilər, İmam Sadiq əleyhissalam buyurur ki, Allah onu, o şərəfli, o fəzilətli, o bər olan mələikələrlə və kânəl Qur'anu həcizən ənhu yevməl qiyamə, o mələklərlə məhşərə gətirər, o şərəfli mələklərlə onları bahəm eləyər və onların savabın onlara verər. Daha demir, onlarla bərabər eləyər. Bu bərabər mənası deyil. Burada yəni həmin mələklər dərəcəsini səni qalxızır, qiyamətin günündə həmin mələklər ki gələcəklər, şəhadət məsələləri, qiyamət məsələləri. Buyurur ki, sən də onların dərəcəsinə qalxarsan. Sənin çünki vücudun nədir? Mənim deyir Qur'anımı, Allahın Qur'anını qanunən, əti ilə yoğurmusan, cavanlıqda ona bürünmüsən və həcizən ənhu yevməl qiyamə, qiyamətin günündə səni hifz eləyər. Gör, nə qədər Qur'an oxumağın Allah yanında dərəcəsi var. Odur ki, cavan qardaşlarımızdan gərək indidən Qur'an oxumağı bilmirlərsə, Qur'an oxusunlar, Qur'anı öyrənsinlər. Dünyanı abad eləmək üçün neçə saat ingilis dilini öyrənmişik. İngilis dili axirət üçün lazım deyil. Dünya üçün lazımdır ki, dünyamı elm öyrənim, yaxşıdır. Get, öyrən,
fəxrimizdir ki, ingilis dilində qəşəng danışarsan. Bütün dillərdə belə, tək ingilis dilini demirəm, misal çəkirəm bunları. Heç olmasa ayda bir dəfə, heç olmasa ildə bir dəfə bu ayda çalışın, Qur'ana tərəf gəlin, həm dünyavızı abad eləyin, həm ahirətinizi, həm də məhşərdə o deyilən dərəcəyə bürünəsiz, peşman olmayasınız və evlatlarınıza çalışın Qur'anı ya örgədin, ya aparın Qur'an olan kurslarda, Qur'an olan yerlərdə Qur'an örgədilsin. Həm özün üçün xeyirdir, böyük dərəcə alacaqsan, Allah günahından keçəcək, həm də onun üçün dünya axirət dərəcəsi var. Bax, bu rəhmət ayında bunları əldən verməyək. Allah'ın veriş Peyğəmbərə, Ali Peyğəmbərə, Allah'ın veriş İzzəti Cəlalına və o qeyd olunan ayələrin hörmətinə bizi və gənclərimizi Quran oxuyan qiraətçi, tilavətçilərdən qərar versin.